Salam dostlar, necəsiniz? Yaxşısınız? Dostlar, bugün sizlərlə yeni bir videoya daha qarşınızdayım. Dostlar, bugün Türkiyə Liqada olan bir oyunu sizlərlə incələyəcəyik. Ağlarla həm yerimiz Riyad Səmədov, qarlarla isə Sinema Vahid mübarizə aparır. Bu turnir haqqında məlumat verəcək olsaq, turnir Türkiyənin Ankara şəhərində keçirilir və turnir 3 hissədən ibarətdir. Super Lig, 1-ci liqa, 2-ci liqa bunlardan ibarətdir. Super Liqada dünya sıralamasında 2600 plus oyuncular da yer alır. 1-ci liqada isə 2-ci liqada 2600 olma ehtimalı daha aşağı olur və də az olur. Ümumiyyətlə belə bir məlumat da eşitmişəm ki, bəlkə 2000 pluslar mübarizə aparır. Mən bildiyimə görə Super Liqada əsasən. Yəni vaxt keçmədən oyunumuza keçək. Ağlarla Riyad Səmədov, D4, ATF6, C4, Y6, ATF3, D5, AC3 burada gəlir. Riyad Səmədov. Əgər J3 gəlsəydi, Katalan variantı olacaqdı. J3-dən sonra bildik ki, filimizi J2 qoyuruq. Bu arada Katalan variantına girmiş oluruq. Ancaq AC3 gəlir burada Riyad Səmədov. J3 Katalan gəlmir. Debütü belə bir debüt variantı seçir. C6, fil J5, H6, fil H4, D2 vurur, Y4 və gördüyünüz kimi Vahid burada D2 vuraraq mərkəzi ağlara verdi və həm də indi C4 piyadasında Riyad Səmədov istəyir. J5. Dostlar, burada belə bir sual verə bilərsiniz ki, B5 oynaya bilərdikmi? B5 bəli, burada oynanıla bilərdi, ancaq burada Y5 gediş var. Məcbur J5 oynamalıyıq, çünki at qarşılıqda fil D8 vəzirimiz gedir. J5 isə burada, əgər məsəl üçün biz fil J5-ə qaçsaq, qaralar at D5 oynayır və gördüyünüz kimi həm atı mərkəzdə qalır, həm də bir piyada artıq qalır bu vəziyyətdə. Cüzi olaraq da konkret qaralara üstünlük verir. Ona görə burada at J5, H J5, fil J5 gedişləri ilə buradakı atı belə götürmək olardı. Bu variantda belə olur dostlar. At BD7 gəldilər. Və burada Y6-nı kompüter o saat vurma deyir. Birinci J3 oynar, fil J2-yə gəl. Ancaq burada dostlar əsas variant istədiyim Y6-ya isə burada fil B7 gəlmək məsləhətdir. Çünki biz burada at F6 vurduqda bağlamada qalır atımız və bu bağlamadan çıxmaq üçün filimizi tez bir şəkildə qərar verməliyik. Ya H6-ya ya da Y7-yə çıxmaq üçün gəlməliyik. Ona görə də atımız bağlamada qalır. Görürsünüz ki, bu vəziyyətdə ağlar üstündür. Ona görə dostlar, burada at J5-ə fil B7 vurandan sonra fil B7 gedişini çox vaxt oynayırlar. Fil B7 gedişindən sonra gördüyünüz kimi ümumiyyətlə dostlar, burada belə olur. Ağların H piyadası, keçid piyadası olur. Buna qarşılıq qaraların isə B7-dəki fil üçün diaqonala yerləşir və F6 piyadasını bir nöqtədə götürmək istəsə onu götürüb onu bərabərləşdirməyə çalışır. Və ya ancaq dostlar, bu variantda Riyad Səmədov J5 gedişini oynayır. J5 Vahid daha doğrusu J5 oynayır. Fil J3, B5, fil Y2, B4 gəlmək olardımı? At A4 var. C4 boşluğa qalır bu vəziyyətdə də. Amma belə bir variant ola bilərdi. At Y4, fil vurur C4, at vurur J3, H vurur J3, fil J7 və vəziyyətdə qaralar bəyənilməsi vəziyyətdədir. Çünki D4 piyadasına hücum eləyir. Və bu vəziyyətdə D4 piyadası görürsünüz kimi zəif piyada kimi qalır. Belə, ona görə burada Vahid B4 oynamır, ona yəni fil B7 gəlir. Demək, Riyad Səmədov isə qala qurur, at BD7, at Y5, Riyad atını mərkəzə gəlir burada. H5, indi H4 səhvləri var qaraların. H4 ilə bu fili oyundan kənarlaşdırmaq istəyi var. Darsız götürmək. Belə deyələr. At vurur D7, vəzir vurur D7, vəzir C1, J5 piyadasına hücum var və top J8. Dostlar, oyunu biraz incələyəcək olsaq, burada
Qarlar topu J8-ə gətirərək həm H4 fikirlərini, həm də bir nöqtədə gördüyünüz kimi J xətti asılacaq müddətdə ağların şahına hücum eləməyə çalışır. Burada ağların üstünlüyü isə mərkəz ağların əlindədir. Həm də burada rəqib şah qala qurmayıb. Burada mərkəzə atsa ağlar, qarlar üçün mərkəzə qalmışlar təhlükəli ola bilər. Buna görə də qarlar məcburi bəlkə uzun qala qurma gedişini bir nöqtədə oynayacaq. Və bundan sonra isə ağlar A4 kimi gedişlər gələ bilər. Qarlar isə H4 H4 bir nöqtədə J xəttini açıb hücuma gələcək. Belə. Hələ ki, burada qarların şahı qala mı quracaq, mərkəzdə mi qalacaq tam bilinmir. Amma buna tam bilinmir və buna görə də top D1 gedişini Riyad Səmədov oynayır. Top D1-dən D5 oynayıb tez mərkəzi açıb rəqib şahı hücum etməyə çalışır. Hazırlığa görə top D1, fil Y7. Burada komitə fil Y7 yerişini uyğun görmür. Ondan isə H4 gəlib burada filə hücum etmək istəyir. Amma burada fil Y5, vəzir Y7, A4 ilə belə oyun davam edə bilərdi. Ancaq fil Y7 gəlir, vəzir Y3, at J4, hücum var vəzirə. Təbii ki, vuracağıq və H vurur J4-dən sonra H xətti açıldı, amma J xəttində fəllar qoşulaşır və yəqin ki, artıq burada J xəttindən hücum gəlmə ehtimalı çox çətindir, açılma ehtimalı da daha doğrusu. Və artıq dostlar, ağların, daha doğrusu qaraların da burada nə edə bilər? Məsələn, H xəttindən gəlsə, burada necə şah silahına hücum törədə bilər? Hələ ki, çox ciddi hücumu olmadığı üçün, burada Riyad Səmədov B3 yerişini gələrək özü öz oyununa odaqlanır, belə desək, türklər demişkən. B3 gəlir, BS3, AB3, A xəttini daşdı, A6, vəzir Y2, J4 hücum var. F5 ilə qoruyur, fil Y5. Hərdən ki, şah mərkəzədir. Və uzun qala qurma oynayır burada. Burada yəni Movahid artıq görür ki, şah mərkəzdədir. Mərkəz əgər atılsa onun üçün təhlükə ola bilər və uzun qala qurma gedişini oynayır. Ancaq burada D5 gedişi var. Burada uzun qala qurma əvəzində top J6 gedişini komiteri məsləhət görürdü. Top J6, top H1-ə, top D8 deyir şahı mərkəzdə saxlamaq oyunu görürdü. Amma burada gördüyünüz kimi bəlkə də uzun qala qurma heç səhv gedişi oxşamır. Çünki şahımızı mərkəzdən uzaqlaşdırır. Amma D5 gedişi burada gəlir. D5, C5. Bütün əgər ki dostlar burada gedib daşları dəyişməyə çalışsaq, bunu belə vura bilərik. Amma top A1 gediş var ki, artıq bu oyun fil C6 ilə bağlamalı. Şahın qabağına at vurur B5, A vurur B5 isə vəzir vurur B5, C6 burada gedəcək və ağlar gördüyünüz kimi udacaq vəziyyəti. Ona görə də bunu vurmur və bağlamağa çalışır C5-lə şahın qabağına, ancaq B4 var burada və B4 gedişi ilə əgər biz burada bunu da vursaq, yenə top DC1 var. Şahın qabağına atılır. Buna görə C4 ilə mümkün qədər bağlamağa çalışır. Ancaq burada Riyad Səmədov at A4 gedişini oynayır və gördüyünüz kimi 2 ideal gedişdir. B-a vursaq, vəzir vurur C4. Oyunda da belə olub. Və burada gördüyünüz kimi axır ki, belə deyək, məsələn, şahın qabağı asıl vəziyyətdə qalır. Axır ki, demək, şahın qabağı asılır və vəziyyət uvuş olur. C6 və top DC1 ilə oyun bitir. Səbəbi isə D-C vura bilərik. Yəni, D-C vurub oyunu rahatca udacaq. Məsələn üçün, fil C5 gedişi ilə bağlamağa çalışa bilər. Hərbi gediş oynasın, top Y8 kimi. Vəzir vur 6 belə var burada. Vaxta düşür. Vəzir vur 6, vəzir B7, top vurur C6. Şah D8-də vəzir vurur B7 var. Şah başqa yerə geçənir. Bunu qoyalımır, fil buradadır. Bəlkə burada dostlar deyə bilərsiniz ki, at A4-ə mütləq vurmalıydı mı? At B6 istəyirik. Bu necə qoyula bilər? Yəni, qoruma yolu yoxdur. Məcbur gərək vəzir D6 gəlməlidir ki, vəzirini versin. O da yenə məğlubiyyətdir.
Və təzə oyunu qayıdacaq olsan, xahiş burada başladı. Qala qurma gedişində. Qala qurmaya biz gəldik D5, C5-ə isə B4, sonra Ata4 ilə C piyadası burada getdikdən sonra oyun yutuluş vəziyyətinə çevrildi. Dostlar, videomu sevdiyseniz aşağıdan like atıb kanala abunə olmağı unutmayın. Digər videolarda görüşmək üzrə. İndilik sağ olun. Təşəkkürlər.